Salam, fiqurların sahəsi mövzusunda növbəti suala baxarıq. 87 nömrəli sualda düzbucaqlı üçbucaq verilib. AD parçası BAC-nin tənbələndir. Yəni, buradakı bucaqlar bərabərdir. AB BC-yə perpendikulyardır. BD 6. AC 12 olarsa, bizdən ştrixlənmiş hissənin sahəsini soruşur. AB X deyirəm, DC Y deyirəm. Əgər AD tənbələndirsə, biz bilirik ki, X-in 6-ya nisbəti 12-nin Y-ə nisbətinə bərabərdir. Buradan çarpaz vursaq, X, Y hasili 72 alınır. Əvvəlcə ABC üçbucağının sahəsini tapırıq. ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Sahəsi katetlər hasilinin yarısı. Yəni, AB tərəfi X-dir, BC tərəfi 6 plus Y. Bunun yarısı ümumi ABC üçbucağının sahəsidir. Buradan çarpaz vursaq, 6x üstə gəl XY bölü 2 alınır. Yerinə qoyanda 6x üstə gəl XY də 72-dir, bölü 2. 2-yə bölsək, 3x üstə gəl 36. Bu belə qalsın. Bizə ştrixlənmiş hissə lazımdır. Əvvəlcə bu üçbucağın da sahəsini tapaq. ABD üçbucağının. ABD üçbucağının sahəsi olacaq 6 vurulsun x bölü 2. Çünki katetlər hasilinin yarısı 3x. İndi ştrixlənmiş hissənin sahəsini tapmaq üçün ümumi ABC üçbucağının sahəsindən çıxacam ABD üçbucağının sahəsini. Bu da bizə verir 3x üstə gəl 36 minus 3x. 3x-lər islah gedir. Cavab 36. İndi isə baxaq 88 nömrəli suala.